Səni ən çox incidən insan ruh səviyyəsində sənə ən çox dərs verən insandır. Deyirik ki, əsəbləşməyəcəm. Adətən əsəbləşirik. Əsəbləşəndən sonra deyirik ki, ay Allah, mən nə üçün əsəbləşdim? Hər bir şeyi dağıdırıq. 100 acını yeyərəm, bir şirinin xətrinə. Stres insanı müdafiə etmək üçün beynin yaratdığı bir sistemdir. Sən bu dərsi qəbul etməyi öyrənməsən, həyat səni eyni ssenarilərə yenidən qaytarır. Pulu gətirir, xoş günü gətirir, stresi gətirir. İnsan ki, duyğulardan təmizləndisə, artıq başlayır obyektiv baxmağa. Bir insan səni susmağa məcbur edirsə, o sənin səbr dərsidir. Bağışlamaq, unutmaq deyil. Var ruh səviyyəsində xoşbəxtlik, var zehin, bir də var bədən. Qürurlu təklikdə olmaq, kimlə necə gəldi olmaqdan yaxşıdır. Kim özünü sevmişsə, başqasının sevgisini də qəbul edə bilmir. Murad Quluzadə 1994-cü ildə Naxçıvan şəhərində anadan olub. Naxçıvan Dövlət Universitetində təhsil alıb. Təhsil aldığı müddətdə Almaniyanın Berlin və Hamburq universitetlərində praktikalarda olub. Əlavə olaraq İsveçrənin Cenevra təhsil mərkəzində praktik kurslardan keçmişdir. Murad Quluzadə gənc yaşlarında fəlsəfə, din, psixologiya sahəsində araşdırmalar aparmış və bir neçə dövlət mükafatının sahibidir. Hazırda psixoloji seanslar və təlimlər keçərək insanlara dəstək olur. Bir çox rayon və şəhərdə seminar və təlimlər keçirir. Dövlət sahəsində çalışır, subaydır. Murad bəy, xoş gördük. Salam Aytən xanım, xoş gördük. Deyirik ki, əsəbləşməyəcəm. Adətən əsəbləşirik. Əsəbləşəndən sonra deyirik ki, ay Allah, mən nə üçün əsəbləşdim? Hər bir şeyi dağıdırıq. Neyək ki, bu əsəbimizi, stresimizi əlimizdə saxlaya bilək? Ümumiyyətlə, hal-hazırda demək olar, təkcə bizim deyil, dünyanın ən böyük problemi stressdir. Yəni, əsəb, gərginlik, daxili gərginlik, yuxusuzluq və stres. Yəni, hal-hazırda istər yaşlı, istər gənc nəsil həkimlərə belə gedir. Həkimlər belə hamısını bir yönə yönləndirir ki, səndə stressdən yaranıb. Doğru. Ancaq bir şeylər, saçın tökülür stressdən, ürəyin ağrıyır stressdən. Bəs nədir bu stress? Hamı deyir stres. Okey də bu stres nədir? Bunu bir araşdırmaq lazımdır. Belə deyim ki, bizim beynimizin müəyyən mexanizmaları vardır. Bizi həyatda saxlamaq üçün, çoxalmaq üçün, böyümək üçün, güclü olmaq üçün və bizi müdafiə etmək üçün sistemlər də vardır. Əslində stres insanı müdafiə etmək üçün beynin yaratdığı bir sistemdir. Yəni, deyək ki, sən bir müharibədəsən, səngərdəsən, o anda səndə stres olmalıdır ki, sən düşünə biləsən ki, bu vəziyyətdən necə çıxım, təhlükəli haldan çıxarmaq üçündür. Beyin səni buna bir müdafiə mexanizması kimi hədiyyə eləyib stresi. Sadəcə belə bir şey var. Bir əsgər o səngərdən çıxır, müharibə qurtarır, üstündən 10 ay keçir. Elə bir ki, yenə də o stres onun bədənində qalır. İnsanlar bəzən stresli bir anlar yaşayır. Yaşayıb bitirəndən sonra hələ də beyinə siqnal getmir ki, mən təhlükəsizlikdəyəm, öz mağaramdayam, evimdəyəm, güvəndəyəm. Hələ də beyin ilişib qalıb o stresdə. İlişib qaldığı üçün bu stres başlayır insanda daxili gərginlik yaratmağa. Əl, ayaq çeyiyir, bədən gərilir, huzursuz olursan, narahat olursan, xüsusilə də axşam vaxtları başlayır adamın qəlbi sıxılmağa. Belə bu sinə hissi elə bir daralır, yerə-göyə sığmırsan. Sonra başlayır yuxusuzluq və bundan başlayır mənfi düşüncələr, yavaş-yavaş həyatdan soyuma, narahatlıq və həyat balansının pozulmasına gətirir, çıxarır. Yəni, təməldə stres bizim beynimizin bir müdafiə mexanizmasıdır. Əgər biz onu aktiv eləyəndən sonra, işığı yandırandan sonra söndürməlisən. Əgər onu söndürmürüksə, beyin qalır stres modunda. Mütəmadi olaraq ondan köklənir. Bəli, necə paltar yuyan funksiyaları var, rejimi. Qoyursan 30 dərəcə, 60 dərəcə. Beynində rejimlər var. Beyin ilişir qalır stres rejimində və onu beyni kodlamayanda, çıxaramayanda o rejimdə də işləyir. Çox maraqlıdır Murad bəy. Yanaşmanız hədsiz maraqlıdır. Əslində onda özü kodlaya bilər onu. Bəli, özləri də eləyə bilər, hər hansı bir şəxs də onu çıxara bilər o vəziyyətdən. Amma belə deyim, təəssüflər olsun ki, artıq bir insanın, deyək, ətrafında olan sıravi bir insanda bir terapist və ya psixoloqdan söhbət getmir. Deyək, Aytən xanım streslidir və Aytən xanım istəyir ki, Fuad bəy onu stresdən çıxarsın. Misalda, deyək, ətrafında olan bir şəxs. Amma və lakin burada belə bir problem var. Fuad bəyin özü də stresli olduğu üçün Aytən xanımı çıxara bilmir. Yəni ətrafındakı insanlar da stressdə hal-hazırda.
Yəni sən taksiyə minsən, oradakı stresslidir. Metroya minsən, insanlar stresslidir. Fərqli olsalar da, Bəli, fərqli olsalar da, fazalarda hərəsinin fərqli rejimdə stressdədir. Yəni o adamlar özü çıxa bilmir ki, səni də çıxarsınlar o quyudan. Aydındır. Və burada çıxanmadığı üçün, sən də stressli olduğu üçün gəlib deyək iş ortamında da insanları gərgin saxlayırsan. Sonra iş yerindəkilər gəlir evindəki yoldaşını gərgin saxlayır. Yoldaşı uşaqları stressə salır. Uşaqlar təzədən müəlliməni stressə salır. Müəllimə gedir öz yoldaşını. Yəni belə bir zincir yaranır və kütlə olaraq, kollektiv şuur olaraq, bu tək Azərbaycana aid deyil, dünyaya aiddir. Başlayır insanlar stressli yaşamağa. Yəni gərgin halda yaşayırlar. Bir də Murad bəy bir məsələyə də toxunum. Keçən dəfə mən özümdə müşahidə eləmişəm bunu. Nəyinsə tərs getdiyini görürəm və orada mən stressliyəm və nəsə tərs gedib. Bu mənim qəti xoşuma gəlmir və 100% tam olaraq belə deyim ki, Lord dedəcəm, çönmüşəm də artıq. Birində çönmüşəm, baxıram ki, döngüyə baxıram da, bir başqa baş verməyəcək hadisə də orada baş verdi. Baxıram ki, ikinci belə əsəb stres gəldi mənə. O vəziyyətdəyəm, baxıram ki, üçüncü belə bir hadisə də baş verir. Başa düşürəm ki, mən şuurlu olaraq bax, sən indi əslində neqativə kökləndin, stresə girdin deyənə, artıq heç olmayacaq işlərdə gəldi səni tapdı. Heç bunun çox böyük bir fərqindəlik də əslində. Orada artıq özünü sakitləşdirmək çox çətindir də, çünki əvvəl 1 idi, indi 3 oldu. 3 oldu. Düzdür. Yəni həm də belə bir şey var. Həyatın yazılmayan bir qanunu var. Məsəl pul pulu gətirir, xoş günü gətirir, stresi gətirir. Bu necə olur? İndi ilk öncə belə deyim, proqramı izləyənlərə də aydın olsun. İlk öncə səbəbini izah eləyim, işləmə mexanizmasını, funksiyalarını. Sonra bunun necə düzəldəcəklərini izah eləyəcəm. Beyin ki stresə düşür. Bizim zehnimizdə neyronlar var beyində və bunlar bir işçi kimidirlər. Beyin paltaryan kimi də zehni stres rejiminə çevirdinsə, başlayır o rejimdə işləməyə. Val o cür fırlanır. Və o cür qalıbsa, beyin deyir ki, bu stressdədir və bütün addımlarımı bunun müdafiə mexanizması ilə işlətməliyəm. Və beyin səni müdafiə eləmək üçün başlayır səni gərginləşdirməyə. İnsan gərginləşəndə onun aurası dəyişir. Ağ rəngində olur qara rəng. Və nə olur? Artıq ətrafa o gərgin enerjini ötürürsən. Gərgin enerjini ötürdüyün üçün Muradla bir problem deyə yaşamayacaydınsa, o gərginlikdən dolayı minus plus toxuşur və yaşayırsan. Və beləliklə bu zincirvari davam eləyir və bu bataqlıqdan çıxamır da insanlar. İndi buradakı məsələ ordadır ki, indi bunu daha dərindən araşdıraq. Bu stres nələrə yol açır? Stres insanda davam eləyirsə, bir müddət sonra insanın öz sevgisi azalır. Niyə? Davamlı stresli olan adamlar görmüşəm. Bu adamlar normalda özgüvənli, nitqi, danışığı, hətta xarizması belə yerində kişi, bəy və ya xanımdır. Bunlar başlayır zaman-zaman güzgüyə baxır, özünü bəyənmir, heç nəyi bəyənmir də, sanki həyat buna zövq vermir, hər şey üstünə gəlirmiş kimi. Əslində onlar bu günü yaşamırlar. Bəli, bir növ əslində o anda onun fərqinə varanmır da. İnsan bilsiz necədir? İnsanda emosiyalar olduğu üçün insan ki bir duruma düşür. Bax misal deyək biz çəkilişdəyik, qarşımda mikrofon var. Mikrofon qarşısına keçən kimi fərqli bir auraya düşürsən. Evə gedəndə fərqli bir aytan olursan, bir rəfiqənlə görüşəndə ayrı. İnsan o atmosferə daxil oldusa, o vəziyyətdən duyğuları icazə vermir çıxmağa. Həyatı ondan ibarət görür. Yəni belə düşünək, bir qız bir oğlanı sevir və aşiq olubsa, o artıq o atmosferdədir. Ona Murad danışsın, sən danışır. Buradan gələcək, buradan çıxacaq sözlər. Niyə? Eşitməyəcək. Çünki amma o necə çıxara bilirik? Bəzən mənə sual verir ki, necə oldu ki, sən bunu dəyişdin? Axı bu söz eşitmir. Burada indi mən biraz hiylə işlədirəm. Hiylə nədir? İlk öncə bunu duyğusuzlaşdırıram seansda. Duyğularını söndürürəm. Gələn pasiyentin duyğusunu söndürür. Yəni Lori dildə deyək, gördüm ki, paltaryan stres rejimindədir və dəyişmir, dayanmırsa, tokdan çıxarıram. Yox, duyğularını, yəni birinci seansı ona demirəm, gəl bu oğlanı unudaq, ya gəl bu adamı beynindən silim və ya ona qarşı hissi biz aldım. Birinci deyirəm ki, gəl səni vecsiz eləyək biraz. Gəl biraz duyğularını sakinləşdirək, məntiqlə yanaşaq. Birinci onu duyğusuzlaşdırdım. İnsan ki duyğulardan təmizləndisə, artıq başlayır obyektiv baxmağa. Düşlən bir söz var, deyir maymun gözünü açdı. Bir anlıq gözün açılır da, deyirsən, "A, bu kimdir? Mən niyə bunu sevirəm? Mən niyə burdayam?" Belə bir hal yaranır.
Və bu haldan sonra artıq başlayır reallığı görməyə. Reallığı gördüyə, reallığı görəndən sonra gəlir ki, Murad bəy, düz deyirsən, bunu tez dəyişək. Mən nə qədər özümü sevmirəm, mən nə gündəyəm, niyə bu qədər kilo almışam, mən niyə dağınıqam, mən niyə işləmirəm, mən niyə pulsuzam, bu nə borcdur ki, mən bunu verəmirəm, ilişib qalmışam. Artıq o atmosferdən çıxır. Sadəcə bir nəfər onu elə bir göstərməlidir onu. Amma bunu göstərmək üçün də qohumu, ailələri göstərir ha. Onlar onun duyğularını söndürəmir axı. Mən duyğunu söndürürəm. O elə bir soyuqqanlı olur o anda. İnsan ki soyuqqanlı olur, o anda görə bilir həqiqəti. Çox dəyərli izləyicilərimiz, mən sizə çox təşəkkür edirəm izlədiyiniz üçün, kommentlər bildirdiyiniz üçün, kanalımıza abunə olduğunuz üçün. Amma biz aylıq statistikalara baxırıq. Aylıq statistikalarla heç də bizim rəqəmlərimiz düzgün gəlmir. Baxırıq ki, izləyici sayı, izləmələrimiz real daha çoxdur, amma izləyici sayında isə rəqəmlərimiz artmır. Rəqəmlərimizin artması isə birbaşa bizim gələn qonaqlarımıza, əməkdaşlarımızın çalışmasına, bizim özümüzün fəaliyyətimizin davam etməsinə təsir göstərəcək. Bu sizin üçün çox sadəcə bir düymə basması ola bilər, amma bizim üçün isə böyük bir əhəmiyyət kəsb edir. Hər birinizdən çox xahiş edirəm. Bizə dəstək olmaq üçün mütləq şəkildə kanalımıza abunə olun. Kommentlərinizi həmişəki kimi əsirgəməyin və bu yolda bizi tək qoymayın. Təşəkkür edirəm sizə. Bir də ki, adamın qohumları ona söz deyəndə sanki eşitmək istəmirsən. Bəli. O səs bizdə axı var burada. Eşitmək istəmirsən. Çünki o anda onu hələ də onun beynində anası ana obrazındadır da, onun qəhrəmanı deyil ki, oradan çıxarsın. Və nə olur? Bir müddət belə davam eləyir. Deyək ki, bu insan elə normal ailə mühitindədir, stres davam eləyir, öz sevgi, öz dəyər falan azalıb. Bu zaman başlayır artıq bu insanda fiziki xəstəliklər ortaya çıxmağa. Başlayır ürək damar sistemi pozulur, başlayır panik atak yaranır, nevrozluq yaranır, yəni əsəb gərginlik və daxili gərginlikdən bilirsən nə olur? Oturur deyib bədənimə bir qızışma gəlib. Bədəni ilə alovlanır, yanır da, əsəbləşir özü də. Və ya soyuma gəlir. Və yaxud bir çox proseslər orada görmədə zəiflik, dişləri qıcama və s. fiziki simptomlara keçir bunlar. Və insanlara bu yüngül gəlir, amma dünyadakı bütün xəstəliklərin kökü psixosomatikdir. Yəni elə stressdən və ilk düşüncədən başlayır. Çünki həyatdakı hər şey düşüncədən başlayır. İndi bunu necə düzəldirik? Onları da izah eləyəcəm. Əslində bunu düzəltmək üçün çox fikirləşdim. Mən çox üzr, sözünüzü kəsirəm. Məsəl üçün mən anayam. İndi övladlarıma deyirəm ki, telefonda bizim dərdimiz telefon, planşet məsələsidir. 2 dəfə deyirəm ki, xahiş edirəm, gətir telefonu qoy. Telefonu qoy. Artıq üçüncüdə mən bilmirəm nə edəcəm. Mən götürmüşəm, keçən dəfə telefonu çırpmışam və telefonu sındırmışam. Adi vaxtda siz desəz, mən deyirəm ki, adam telefonu sındırar, telefonu sındırmazdır. Amma mən onu eləmişəm. Mən əsəbdə, stressdə nə edəcəyimi belə bilmirəm. Bəli. Yəni mən düşünmədim ki, bu mənəm. Sonra deyirəm ki, hə, ola bilər eləmişəm. Deyəsən mən elədim. Deyəsən mən eləmişəm. Burada necə bir şey yaranır Aytən xanım? Oturdum, fikirləşdim ki, mən bir nəfərəm və belə fikirləşək ki, deyək Azərbaycan 10 milyondur. 10 milyonun eyni anda çoxu da 9 milyonu stressdədir, elə uşaqlı böyüklü. Eyni anda 9 milyonu seans eləyənmərəm. Hə, yazırlar, eləyirəm, fərdi qrup halında təlimlər o heç. Fikirləşdim ki, elə bir mexanizma qurmalıyam ki, bu insanlar rahatlıqla çıxara bilim də buradan, asanlıqla çıxara bilim buradan. Bunun üçün fikirləşdim ki, bir kitab yaradım. Bu kitabın içində ilk öncə olaraq bunu bilgi kimi ötürüm. Sonra bilgidən sonra psixoloji analiz eləyim. Sonra bunu bir hekayə tipli əlavə edeyim ki, misal Aytən gəldi, real seanslarda olan hekayələrdə o işdən çıxarılmışdı, gərgin idi, belə idi və necə bu situasiyadan çıxdı. Hekayə olaraq oxuyanda gözündə canlandırır və rahat başa düşür. Və ən sonda da ona texnikalarını verim. Hə, gündəlik bu meditasiyanı elə, bunu elə. Bunun üçün də elə bir kitab yaratdım. Aha, maşallah. Bəli. Kitabın adı Hər şey yaxşıdırdı. Bu kitab. Bunun içində bir çox mövzu vardı. Bu mövzu misal başlayır, burada öz sevgi var, insanlarla münasibət var və içində hər şey var da, keçmişi buraxanmamaq, niyə indiki anı yaşaya bilmirik, xoşbəxtlik necə olur, auranı gücləndirmə, hər şeydən bəhs eləmişəm. Bu daxilində vardı bu kitabın.
Burada bir də müqayisə etmək, özümü müqayisədən necə qurtararam, onlar da vardı. İndi burada müəyyən cümlələr var, onları sizin üçün oxumaq istəyirəm ki, bu necə olur görək. Baxın, ilk öncə başlayım elə kitabın ən əvvəlindən. Misal, uşaqlıqda bizə xoşbəxtliyin diplom almaqda, karyera qurmaqda, ailə qurub övlad sahibi olmaqda olduğunu öyrədirdilər. Elə deyil? Ancaq bunu aşıladılar da. Oxu, adam ol, ailən olsun, nə bilim, ərə get, evlən. Yaxşı iş görürdün, dedilər toyunda. Ha. Ancaq bu şeylər aşılanıb da. Da yəni. Amma heç kim demirdi ki, xoşbəxtlik bəzən ən sadə və səssiz şeylərin içində gizlidir. Misal, səhər tələsmədən içilən bir fincan çayda. Tələsmədən, sakincə, rahatca, qaça-qaçda yox. Sevdiyin insanla gəzintidə və ya sevdiyin bir yeməyin qoxusunda, yeni şəhərə aparan yollarda. Xoşbəxtlik elə bu xırda anlardadır. Biz isə çox vaxt onların yanından tələsik ötüb keçirik. Çünki elə bilirik ki, həqiqi xoşbəxtlik hələ çox qabaqdadır. Onun qabaqda olduğunu düşünürük, amma elə bu andadır. Misal, adi bir xoşbəxtlikdir və bunun prizmasıdır. Sonra buradan bölünür, bunu izah eləyirik və sonra misal, burada nə var? Var ruh səviyyəsində xoşbəxtlik, var zehin, bir də var bədən. İndi niyə bura gətirdim söhbət? Dünyada istənilən bir nüans olsun, stres, uğur, xoşbəxtlik, evlilik, bu çəkiliş, aparıcı olmaq, psixoloq olmaq, terapist, şəfaçı və s. Hər şey üçün bir dənə parametr lazım deyil. Onların bir çoxu insanda olmalıdır ki, o tam olsun. Doğru. Bax, yəni, sən bir məhsuldan ibarət deyilsən. Bir məhsuldan olmaz. Misal, baxıram, belə düşünək də, bir sözlə xoşbəxt olan var sanki və bir nüansdan xoşbəxt olmaq olmaz. Bax, misal, adi bir xoşbəxtliyi götürsək, xoşbəxt olmaq 3 əsas parametr olmalıdır insanda. Var bunun içində ruhun xoşbəxtliyi, var zehnin xoşbəxtliyi, bir də var bədənin xoşbəxtliyi, bədən səviyyəsində. Fərz elə, sən zehin olaraq çox ağıllı bir qadınsan. Beynin zəhər kimi işləyir. Ruh olaraq da, ruh nə vaxt xoşbəxt olur? Allahla kontaktda, yaradan. Meditasiya eləyirsən, dua eləyirsən, ruhun əladır və zehnin açıqdır, hər şeyi görüb qavraya bilirsən. Amma gəl ki, dişin ağrıyır. Xoşbəxt ola bilərsən? Yox. Niyə? Bədəndə sağlamlıq pozulub. Adi bir parametri çıxardığımız anda xoşbəxt olamırsan. Və ya deyək bədənin sağlamdır. Ya da xoşbəxtliyin fərqinə varmırsan. Və fərqinə var, ağrı qoymur axı. Ağrımağın özü də bir hardasa bir xoş hiss də verir ki, əslində ağrımağın özünü də şükür eləmək lazımdır. Şükür eləmək lazımdır, amma bəzi ağrılar var ki, qoymazaq xoşbəxt olasan. Gəlir o da tam ola. Uzun çəksə, hə, doğru. Misal, deyək sən bədən olaraq sağlam bir qadınsan, ağıl olaraq da çox ağıllısan, zəhər kimi işləyir beynin. Gəl ki, ruhunda boşluq var. Nə dua eləyirsən, nə yaradanı xatırlayırsan. O birsiz nə olur? Çox adam var ha belə. Yəni çoxlu imkanı var, ağlı savadı, 5 dil bilir, bədəni sağlamdır. Hər axşam ürəyi darıxır, sıxılır. Niyə? Ruh yaradanla kontaktda huzur tapır. Bir dənə ruhsal münasibəti yoxdur. Bəzilərində ruhla münasibət əladır yaradanla, bədəni əladır, sağlamdır. Gəl ki, bunun zehni pozitivdə deyil, neqativdədir. Yenə xoşbəxt olanmaz. Yəni 3 parametrin üçü də olmalıdır və uğurlu olmaq da bura aiddir. Bir insanın uğurlu olması üçün məsəl bir çox videolar var da, motivasiya tipli, belə elə, idman elə, tullan, düş, nə. Bundan olmur. Məsəl uğurlu olmaq üçün bir çox parametr bir yerdə olmalıdır. Murad burada danışırsa, Muradda nitq olmalıdır. Məsəl nümunə gətirirəm də. Nitq olmalıdır, onda söz bazası olmalıdır, işi bilməlidir, oturuşu olmalıdır, müəyyən bir xarizması olmalıdır, qorxusuz olmalıdır kameradan, mikrofondan. Yəni sadəcə Muradın burada oturub danışması üçün ən azı 20 parametr lazımdır. Doğru. Yəni bu stressdən qurtulmaq üçün də sadəcə elə stressdən qurtulum ola bilməz. Və bunun üçün düşündüm ki, bütün parametrləri bir-bir araşdırıb düzəltmək lazımdır. Və onun üçün bunun içində kitabda nə yazdım? Öz sevgi nədir, necə düzəlir, buna aid hekayə, psixoloji analiz və düzəltmə şəkli, yəni metodlarla. İnsanlarla münasibət. Və onun içinə əlavə elədim çox şey var da, auranı gücləndirmək. Məsələn, aura çox önəmlidir. Yəni məsələn, bu proqrama yox, televiziya olsun, haror olsun. Yüzlərlə insan da gəlir, gedir də, elə deyil. Hər kəsin sizcə aurası odur mu? Bəli. Hər kəs yüksək aurada və frekansda deyil ki. Və ya liderlər vardı. Dünyada çox liderlər var.
Hər lider o xarizmada deyil ki, aurası insanları valeh eləsin. Gərək o aura da o parametrin içində ola. Və ən önəmli o aura da burada yer alır. Özünü rahatlatmaq, zehnini rahatlatmaq. Yəni stressdən qurtulmaq üçün bir çox parametr olmalıdır. Bəzən ola bilər ki, sənin ruhun aram olar, bədənin də yaxşı olar, zehnin də yaxşı olar. Deyərsən ki, niyə stressdən çıxmıram? Çünki sənin finansal problemin var. Bəzən də $100.000 borcun var. Sən necə stressdən çıxasan? Axı gərək finansal da olasan. Ona görə finansı da əlavə elədim. Əslində vacib. Mütləq. Bu həyatda yaşamağın üçün vacib olan amillər. Ən önəmli amillərdir. Yəni amma təkcə pul da əldə edən bir çox parametrlər bir. Pulu ola bilənin ağlı olmaya bilər. Ağlı ola bilənin, nə bilim, insan biraz da sevgi ilə işləyən varlıqdır da. Biz sevgisiz qalanda ac oluruq. Əslində mən siz deyirsiniz indi bu parametrlər, mən belə bunu deyim ki, algılayıram ki, bir çox insan gecə yatanda, özünlə tək qalanda ki, əslində insanlar özlərinə tək qalmağı seçmirlər, bu da bir problemdir. O düşünür ki, sanki mən tamamlanmamışam, nədənsə narahatam, nəsə düz getmir, nəsə yolunda deyil. Əslində bunların açarı bu parametrlərdədir ki, hansısa biri səndə yoxdur, ya tamamlanmamısan onu. Ona görə də bu halları sən yaşayırsan əslində. Mütləq belə davam edir. Yəni ki, bütün bu parametrlər birləşir, xoşbəxt bir insanı yarada bilər və ya bədbəxt bir insanı da yarada bilər. Yəni bədbəxtliyin özü də müəyyən parametrlərin bir araya gəlməsidir. Hansıdır? Öz sevgisizlik, dəyərsizlik, şükranı unutmaq, yaradandan uzaqlaşmaq, təslimiyyətli olmaq. Bunların hamısı birləşəndə təbii ki, bədbəxtliyi doğuracaq. Yəni ona görə həyatda böyük uğurlu şirkətlər var da, Microsoft, Google, Apple kimi. Bunlar bir çox parametrləri özündə birləşdirib. Eyni bu stressdən qurtulmaq da buna aiddir. Misal, buna aid bir nümunə çəkək. Özünü sevməməklə bağlı. İnsan həyatındakı bütün münasibətlərin kökü özünə olan münasibətdir. Kim özünü sevmişsə, başqasının sevgisini də qəbul edə bilmir. İnanmır ki, sən məni sevə bilirsən. Bəli, özünü sevmirəm. Bu deyir, mən bunu sevəmirəm. Bu nətər məni sevə bilir? Özünü sevməmək daxildəki qaynağı kəsmək kimidir. Su axmır, enerji axmır, həyat donub. Özünü sevməmək budur. Özünü sevmək isə egoizm deyil. İnsanlar deyir ki, özünü sevsə egoist olacaq. Yox. Bu, öz varlığını qəbul etmək və səhvləri ilə, zəiflikləri ilə, yaraları ilə bir və bütün olaraq mən varam və dəyərliyəm deməkdir. Yəni təməl olaraq bir çox nüans vardır ki, biz o parametrləri birləşdirməliyik. Məsələn, insanlarla münasibətə aid bir yazdım öz əl yazımı. Bunu sizə oxuyun. Dinləyicilər üçün də maraqlı olar. Bizə maraqlıdır. Əvvəllər düşünürdüm ki, insanlarla gözəl münasibət var gücünlə qoruyub saxlamalısan. İndi isə özümü qorumalı olduğumu anladım. Gözlərimə gülümsəyib arxamca nifrət edən ikiyüzlü insanlardansa qoy ən yaxşısı yanımda bir insan olsun, amma doğru insan olsun, düşündüm. Necə deyərlər, qürurlu təklikdə olmaq, kimlə necə gəldi olmaqdan yaxşıdır. Çox gözəl. Və araşdırmalar aparmağa başladım. Seanslarda, ətrafımdakı insanların üzərində hər şey eyni nöqtəyə çıxardı. Bütün ağıllı və yaxşı qəlbli adamların ortaq problemi var idi. İnsanın da beynində bir sual yaranırdı. Niyə yaxşı insanlar tək qalır? Fikir vermisiniz? Hər zaman elə olur. Çünki yaxşı insanlar ətrafda hər kəsə kömək etməyə öyrəşiblər. Uşaqlıqdan bu fədakarlıq vərdiş vardı onda. Hamıya yaxşılıq eləyim, hamıya iyi niyyətlə yanaşım, belə düşünürlər. Onların dostları və yaxınları əmindilər ki, əgər bir şey olsa, məhz bu insan mütləq dəstək olacaq. Aytən xanım əgər yaxşıdır və ancaq fədakarlıq eləyirsə, ətrafındakı adamlar fikirləşir ki, Aytən onsuz da kömək eləyəcəkdir. Onlar da problem yaratmaqla məşğuldurlar. Və belə alışıblar artıq. Sənin köməkçi, səni bir qəhrəman funksiyasına qoyublar. Doğru. Amma heç kim bu adamın daxilində nələr baş verir düşünmür. Onun dəstəyə ehtiyacı varmı? Yaşamaq üçün gücü varmı? Ən ağırlısı da odur ki, ən pisi budur. Heç kim onun problemləri ilə heç kimin onun problemi ilə maraqlanmadığını anlayır. Aytən fərqindədir ki, ətrafındakı heç kim ondan soruşmur bu şeyləri. Bunun fərqindədir. Ona görə də o heç vaxt kömək istəməyəcək insanlardan. O ətrafında heç kim olmadığı üçün tək qalmayıb. Yanında həqiqətən qayğı göstərəcək kimsə olmadığını anladığı üçün tək qalıb. Çox maraqlıdır.
Murad bəy, mən özüm belə idim. Ya o qədər ağırdı ki, kitabın Çox gedişatı ağırdı. insanı tutur aparır. Məsələn, insanlarla münasibətdə ən çox unudulan həqiqət, münasibətlər yalnız söz və davranışlardan ibarət deyil, onlar həm də enerji mübadiləsidir. Hər insan səndən bir energetik ötürürsən, ruh parçacıqları demişdimi? Bəli. Ötürmə baş verir. Hər bir insanın ruhu, zehni və bədəni qarşısındakı insanla görünməz tellərlə birləşir. Bax, şu an bizim ruhumuz görünməz bir hörümçək toru kimi birləşib. Bəzən bir insanla 5 dəqiqəlik söhbətdən sonra özünü yorğun, sıxılmış və halsız hiss edirsən. Bəzənsə sadəcə yanında durmaq belə sənə sakitlik verir. Bu fərqi yaradan məhz enerjidir. Ona görə insanlarla münasibət də 3 parametrdir. Ruh, zehin, bədən. Murad bəy, əslində biz burada danışırıq kadr arxasında. Əslində bu kitab, mən deyərdim, kitab deyil, bu kitab əlifbadır. Əlifbadır, bəli, bu İnsanlıq üçün, özün üçün, özünü tanımağın üçün, özünü yenidən qurmağın üçün siz insanların əlinə bir əlifba veribsiniz. bəli. Möhtəşəm kitabda həqiqətən də. Dediniz 3 yerə bölünür. Bəli. Ruh, zehin və bədən, insanlarla münasibət. Yəni bu necə bir şeydir? Bəzi insanlar vardı ki, bizim onlarla bədən səviyyəsində münasibətimiz var. Yəni salam əleykum və s. ondan belə deyim də, həm yaxınıq, həm qucaqlaşırsan, öpürsən. Bu sən sevgilin olar, yoldaşın olar, övladın olar, bədənlə münasibət var. Bəzi münasibətlər var ki, orada sənin zehni münasibətin var. Misal, mənlə sizin, mənim fikrimcə, həm zehni, həm ruhi bir münasibətimiz var. Bu necədir? Zehinlər birdir ya da ortaqdır deyə müəyyən bir mövzunu danışırıq, araşdırırıq və deyirsən ki, bunun fikirləri mənə maraqlı gəlir. Zehni bir münasibət bağlamısan. Bəli. 2, əgər bu biraz da yuxarı çıxsa, biraz da ruhi bir münasibət olur. Hiss edirsən ki, ruhlar da doğmalıdır insanlarla. Doğru. Aydındır? Bu olur ruhsal bir münasibət. Elə insan var ki, bu sənin nə zaman ruh eşin falan olur da, onunla həm ruh, həm zehin, həm bədənlə münasibətin var. 3 parametr birdən var. İnsanlar evlənir, misal, bu da stresin qaynaqlarından biridir. Onlar bədənən yaraşıqlı oğlanı seçir və ya gözəl bir qızı seçir, anası özü və ya evlənir və s. Bu bədən münasibətidir. Burada ruh və zehin yoxdursa nə qədər davam edə bilər? Çox az. Bəziləri çox olur ha, yəni biraz cəmiyyətin belə deyək ağıllı təbəqəsi də. Bunlar deyir ki, mən məntiqə önəm verirəm, ağıllı bir oğlan seçəcəm, öz pulunu qazansın, güclü olsun, belə də forma olsun, tal olsun. Məntiq evliliyi. Bu səfər zehni bir münasibət seçir. Aydındır? Zehni münasibət seçəndə yenə də ruhsal münasibət tam qalmır. O zaman o partlayışı kim eləyir? Bəzən heç bu bilmədən olur, təsadüfi olur. Həm zehni, həm ruhu, həm də bədəni uyğundur bu insanla. Yəni ten uyumu da var, zehni də uyğundur, eyni dünya görüşünə sahibdir və ruhları da birdir. Yəni hər ikisi yaradana bağlıdır, hər ikisi ilahi işarələri ala bilir. Əslində danışanda eyni danışdıqlarını hiss eləyir. Bəli. Bax bunlarda işdə alınır. Deyək ki, bu partnyoru çıxdın, əgər sənin bir dostundursa, ən azı ruhsal və zehni olaraq belə anlaşmalıdır ki, bu adamlar ortaq bir komanda olsunlar, nəsə bir iş görsünlər və ya nəsə yaratsınlar da. Bab olsunlar da, biz də Bəli, babın həmdəm olsunlar. Bəli, həmdəm olsunlar. İndi çox maraqlı bir şey var. İnsanlarla münasibətdə axı stresi yaradan. Stresi yaradan nədir? Bir də görürsüz ki, bax yaxşısan bir adamla. Yaxşısan. Orada bir dənə belə bomba düşür orada söhbətə. Onun sözü sənin xətrinə dəyir. 100%. Düşürsən stresə ki, bununla yaxşıydım da mən indi bu dəqiqə bu iş yoldaşımla misal üçün yaxşıydım. Bu mənim bu sözüdür, mənim bütün qanım qaraldı. İnsanlarla münasibət, sizin sözünüzə qüvvət. Yəni bütün stresin 99% insanlarla münasibətdir də. Bax müharibələri də o yaradır, evliliyi də o, yəni bütün müsbəti mənfini bizim insanlarla münasibətimiz yaradır. İnsanlarla münasibətdə ruhun, zehnin və bədənin sınaqları olur. Bunları da qeyd eləmişəm. Sizin üçün oxuyum istəyirsiniz. İnsanlarla münasibət sənətin ən çətin formasıdır. Yəni dünyada ən çətin sənət nədir? Var bərbərlik, zərgərlik falan. Ən çətini budur. İnsanlarla münasibət. Doğru. 8 milyard insan 8 milyard fərqli psixologiya deməkdir. Elə fikirləş. Çünki orada sənin maskaların sınır. Rolun bitir, həqiqətin üzə çıxır. Doğru. Yəni bu adi uşaq telefonu vermir, bum, partladın və telefonu qırdın. Əsəbləşdin uşağa. Niyə dərsi oxumursan? Maska çıxdı bir anlıq. Hər şey dağılır. Əziz
Ay, doğma, şirin anaydım. Aa. Uşağın gözləri belə bu maymanlandı. Orada maskalar çıxır və həqiqət üzə çıxa bilir Bəli. bir anlıq. İnsanın səviyyəsini onun necə danışmasından yox, insanlara necə davrandığından anlaya bilərsən. Ola bilər ki, Murad yaxşı danışan biridir, amma insanlara pis davranır. Demək Muradı üçün o meyardan ölçə bilərsən. Aydındır? Rəftara görə. Bəli. Bəzən səni ən çox incidən insan ruh səviyyəsində sənə ən çox dərs verən insandır. Ən çox incidən, unutma. Və sən bu dərsi qəbul etməyi öyrənməsən, həyat səni eyni ssenarilərə yenidən qaytarır. Davamlı olaraq o tipli adamlar olur. Yalnız o dərs səndə kamil olandan sonra səhnələr dəyişir. Hər münasibət səni ya yüksəldir, ya da öz kölgəvin qaranlığının içinə atır. Məsələn, kimin haqlı, kimin günahkar olmasında da deyil məsələ. Məsələ sənin bu münasibətdə nə öyrəndiyindədir. Bir insan səni susmağa məcbur edirsə, o sənin səbr dərsindir. Səni görməyən biri varsa, o öz dəyərini dərk etmə dərsindir. Yəni sənə işarə ver ki, aytan özünü göstər. Səni görmür. Sən elə bir şey öyrənməlisən ki, özünü göstərməyi öyrənməlisən. Bu səni parlaq bir ulduz da eləyə bilər. Aydındır? Bəlkə də aytan görülməyib, amma o görülməməkdən indi aytan görülən bir sima olub ölkədə. Bu da ola bilər. Bəlkə də elə olub, bilmirəm. Səni aldadan biri varsa, o özünə qarşı dürüst olma dərsindir. Biri səni aldadırsa, özünə sual ver. Mən özümü harda aldadıram? O anda görəsən ki, sən özün hardasa aldadırsan. Çünki insanlar bizi güzgülüyür və dərs olurlar. Yəni bu kitabda bunları da öyrənirsən. Və ya ssenarilərin təkrar edilməsi var. İnsanlar çox vaxt tanış ağrını yenidən yaşamağa meyllidirlər. Bir də bu stresi bir də bu yaradır. Niyə? İnsanlar yeni müsbətə yox, tanış ağrılara alışıblar. Çox. Bəli. Keçmişdə münasibətlərdə çox görünür bu. Ay sağ ol. Məsələn, keçmişdə yaşadığımı bir daha təkrar etsəm bəlkə fərqli olar. Bu mexanizm travmanın təkrarlanması adlanır. Uşaqlıq yaşında formalaşan emosional yaralar yetkinlikdə münasibətlərdə eyni naxışları təkrar eləməyə gətirir. Tanış konfliktlər və travmaları təkrar yaşamaq, daxili yaraları aşkar etmək, hətta eyni nəticəni gözləmək bu səfər fərqli olar deyib ümidində olmaq üçün münasibət qururlar. Burada da nə olur? Belə bir kök inancı olur. Məni sevən birini qazanmaq üçün mübarizə aparmalıyam. Kimdə bu problem varsa, onda bu şuuraltı inanc var. Biz seansda bu şuuraltı inancı çıxarıram ondan, tabii də konflikt yaşamır münasibətdə. Yəni o qədər. Amma ən böyük problem bilirsiniz nədir? Stressdəki növbəti problem insanların daxilində qırğınlıq, incilik, öfkə var da. Hər birimizin həyatında olur. Bəli. Bunlar getmir. Getsə belə bağışlaya bilmir. Bəzən elə bir şey olur ki, insan onu bağışlaya bilmir. Və düşünür ki, mən bağışlasam, o yenə eyni şey eləyər. Buna bir misal gətirim. Bibim bizdən incimişdi. Mənim bibim, anam yaşlıdır mənim bibim, bizdən incimişdi. Bizdən deyəndə nəvələrdə, yəni uşaqlardan. Mən onunla, güclə, bəla ilə əlaqə qurdum, münasibət yaratdım. Onu yeməyə dəvət elədim və biz oturmuşuq masa ətrafında. Qəşəng bir axşam yeməyidir. Orada bir həzin musiqi çalır. Gözəl təamlar oturmuş. Hər şey yaxşıdır. Mənə görə o anda hər şey möhtəşəm, əla. İstədiyimiz insanlar burada yanımızda otururlar. O hər vəclə onun incindiyi bir nöqtə hardadsa tapıbdı ki, mən düşünmürəm ki, orada onu incitmişdim, amma yenə də etiraf edirəm ki, ola bilər mən görməmişəm, amma səni incitmişəm. Hər vəclə eyni şeyi təkrarlamaq istəyir. Baxırsan ki, bu insanlar əslində bu gündə deyillər. Geyiniblər çox gözəl dıxırlanıblar, çox gözəl görsənirlər, amma insanlar bu gündə deyillər. Bunların fikirləri ancaq keçmişdədir və səni hər vəclə nə olursa olsun, bugün səndə hər şey yaxşıdır da, yenə də səni əzmək istəyir ki, sən o vaxtı bunu belə eləmişdin. Sanki öz hökmranlığını orada da belə göstərməsi, bax, o vaxtı belə eləmişdin. Amma bilmədiyi bir nüans var. Bu bilməməyə aid bir hikmətli bir söz deyim, icazə verirsə. Buyurun. Həzrət Əlinin çox gözəl bir kəlamı var. İnsanlar 4 qrupa bölünür. 4 əsas qrupa var. 1 bilənlər. Bunlar bilir, bildiyini də bilir. Bu əladır, ağıllı adamdır. 2 bilir, amma bildiyini bilmir.
Tutalım, əgər Murad bilir və bildiyini bilmirsə, Aytən gəlib onu oyatmalıdır ki, Murad, sən bilgili adamsan. Biraz işdə üstündə. Əgər biri var bilmir və bilmədiyinin də fərqindədir də, bilmədiyini də bilir. Bu normal adam. Buna öyrətmək lazımdır. Tutalım, ola bilər ki, o kitab oxumağı bilmir. Ona deyirik bu kitabı oxu, öyrədirsən. Yön göstərirsən. Bu təhlükəsiz. İnsanlar olur, dəyişir birdən Bəli, daha bəli. yaxşıya, müsbətə gedənlər. Bəli. Bu təhlükəsiz adamdır. Dördüncü qrup ən təhlükəlisidir. Bu bilmir, amma bilmədiyini də bilmir. Yəni düşünür ki, hər şeyi bilir. Əslində bilmir və bilmədiyini də bilmir. Bu ən təhlükəlisidir. Aslında qaçmalı olduğumuz Biraz insanlar ilə. Olardı. İndi burada bağışlama və azadlıq da var. Misal, qəzəb, nifrət və intiqam hissləri ruhu bağlayır. İnsanı keçmişin kölgəsinə salır. Bağışlama da azadlığa aparır. Bağışlama başqasına deyil, özünə edilən bir hədiyyədir. Bağışladıqda keçmişin yükünü buraxırıq və enerjimizi geri alırıq. Burada bir hekayə var seansdan. Bu xanımdan izin alıb paylaşmışam təbii ki. Cünelin daxili və emosional bir səyahəti oldu həyatı boyunca. Öz daxilinə səyahət elədi. Bu necə idi? Çox illər əvvəl yaxın dostu tərəfindən aldadılmışdı Cünel. Sonra o zaman o dərin yaralar aldı, etibarı itdi, özünü dəyərsiz və xəyanətə uğramış hiss etdi. Yəni ən yaxın rəfiqəsi aldatmışdı onu, özü də çox pis vəziyyətdə. Yəni ağrılı-acılı bir günlər idi. İllər keçsə də Cünelin daxilində qəzəb və xatirələr qalırdı. Unudanmırdı bu mövzunu. İlişib qalmışdı orada da. Nə danışsan, fırlanır, güvənsizlik, etibarsızlıq birdən yenə eyni şeyi yaşayaram inancına gəlib çıxarırdı. Hər dəfə dostunun adı belə çəkiləndə içində bir yeni alovlanmış qəzəb yaranırdı. Sanki o köhnə yaralar bir daha açıldı. Onun adını mənim yanımda çəkmə və ya ona uyğun adı da çəkmə yanımda deyirdi. O düşünürdü ki, mən onu bağışlamalıyam, amma unutmayacağam. Bağışlasam belə, seansda belə bunu dedi ki, mən onu bağışlasam da unutmayacağam bu elədiyini. Bir gün terapiya seansında Cünel bu hisslərini danışdı mənə. Bağışlamaq istəyirəm, amma yaddaşımda bunu saxlayacağam. Orada indi mövzu necə oldu? Onu izah elədim ki, bağışlamaq unutmaq deyil. İnsanlar deyir, bəlkə bağışlasa, düşlən bir söz var, yenə eyni kazı yeyəcəm. Yox, bağışlamaq, o deyir, eşək palçığa bir dəfə batır. Bir də batmayacam ki. Bağışlamaq daxilindəki zənciri və özünü açmaqdır. O durumdan çıxarmaqdır. Bax deyirəm, beyin o stres vəziyyətində paltaryan necə rejimdə qalırdısa, bu Cünel ilişib qalıb o rejimdə, öfkə, kin, rədd edilmə, xəyanət. O rejimdən qoymur döndərim, sıfırlayım da onu çıxarım. Onu çıxarmaq üçün ilk öncə ora bağlı o fişi çəkməliyəm oradan, toku çıxarmalıyam. Bunun üçün o bağışlamalıdır, yəni buraxmalıdır o situasiyanı ki, biz onu sıfırlayaq da yenidən. Buraxmır axı, dirəşib, inad eləyir, bağışlamıram. Çünki o qorxur ki, o gərginliyi və stresi buraxsa və bağışlasa, yenə eyni şey olacaq. Beyin özünə bir, əslində orada onun da bir günahı yoxdur. Beyin özünə bir müdafiə mexanizması yaradır. İnanca bağlayır. Bəli, inanıb və qorxur ki, ay Murad da onu aldadar. Aydın və qorxu qoymur onu bağışlasın. Keçmişdəki yaraları daşımamaq və ruhu azad etməkdir bağışlamaq. Bu söz Cünelin daxilində bir işıq yandırdı. Necə siz belə təəccüblənirsiniz? O da birdən dedi ki, həqiqi, mən çıxmalıyam da bu vəziyyətdən. O qərar verdi ki, hər gün 5 dəqiqə həmin hissi duyacaq, qəzəbi və incinmişliyi hiss edəcək. Sonra isə sakitcə belə deyəcək. Bu hiss mənim deyil, keçmiş hissdir, mən artıq azadam. Bağışlama prosesi. Cünel üçün bu yol asandan çətinə doğru idi. İlk günlərdə qəzəb yenidən üzə çıxırdı onda. Gözləri dolurdu. Hər dəfə həmin hissi tanıyıb qəbul edəndə onu daxildən buraxmaq daha mümkün olurdu. Hisslər getdikcə sakinləşdi, enerjisi geri gəldi. Cünel artıq özünü azad və yüngül hiss etməyə başladı. Və o başa düşdü ki, bağışlama keçmişi dəyişdirmir. Olduğu kimi qalır. Bu proses olub, o səni aldadıb, bitib. Amma onu yaşamağa, davam etməyə mane olan yükdən azad edir bağışlayaraq. Bir, nə dərs çıxartdı burada? Bağışla, mən hər seansda insanlara deyirəm. Bu seansdan nə dərs çıxartdın? Onun çıxardığı dərslər. Bağışla, amma məqsəd başqasını yox, özünü azad etmək olsun. Çox maraqlıdır. 2, nə dərs çıxardı? Hisslərini tanı və qəbul et. Qəzəb, incimə və nifrət hisslərini görməzdən gəlməməyi. Gördü ki, bu hiss var onda. Özünü aldatmaqdan deyil ki, o bir kindar birinə çevrilib. Qəzəb dolu. Axı o belə biri deyil. Niyə belə olsun? 3.
Gündəlik refleksiya deyilir buna, bu dərsi çıxartdı. Keçmiş hissləri qısa bir müddət duy, sonra sakitcə burax. Əgər bir hal gəlirsə sənə, elə bir ötəri keçmə. Onu yaşamağı lazım olsa yaşa. Bir gün o duruma düş. Amma ilişib qalmamalısan da çıx sonra oradan. Orada onu yaşa. Bəli. Və burax. 4. Daxili azadlığı yarat. Bağışlamaq ruhun üçün bir hədiyyədir, kiməsə xidmət deyil. Son düşüncə. Günel başa düşdü ki, bağışlama unutmaq deyil. Daxili zəncirləri açmaq və ruhu sərbəst buraxmaqdır. O artıq keçmişin yükünü daşımır və hər gün özünü daha yüngül hiss edir. Bağışladım, amma başqasını deyil, mənim ruhuma etdiyim bir hədiyyədir. İndi özümü azad hiss edirəm. O hal-hazırda tam rahatdır, bağışlayıb və bağışlayandan sonra həqiqətən həyatda möcüzələr baş verir. Neçə yaşında olursa olsun. Neçə yaşda istəyir, 100 Nə yaşı olursa olsun, olsun. 100%. Yəni bunların hər biri niyə izah eləyirəm ha? Ola bilər insanlar deyir ki, Murad xoşbəxtliyi, münasibəti sonra niyə bağışlamaya keçir? Stresi bunlar yaradır da. Mövzu stressdirsə, biz də stresi yaradan səbəbləri deyib Əslində kök səbəblərdir. kök səbəbləri. Biz kök səbəbləri ən çıxardırıq. mühüm burada. səbəbləri izah eləyirəm, Bəli, qısa-qısa bəli. deyirəm. İnsanlar əslində biz o qədər insanlar deməzdim, yəni bizim beynimiz bizə o qədər belə oyun oynayır ki, biz hansı vəziyyətdə necə çıxış edirik, əslində onun əsl səbəbini bilmirik. Əlbəttə. Bizə misal üçün səhər yolda kimsə acı söz deyibsə, biz özümüz gülə-gülə ofisə gələ bilərik. Sanki heç nə olmamış kimi qəbul edə bilərik. Amma bir adam bir sözü 2 dəfə bizə təkrarlayanda artıq ondan aldığımız o mənfi enerjini o adama mütləq götürəcəyik. Çünki onu saxlamaq istəmir. O necəsə bu əslində bir auradır ya əslində necə deyirsən. Bu əslində sanki bir şardır da. Sən oradan o şarı alırsan, sonra sən bunu vermək istəyirsən. Bunu özündə saxlamaq istəmirsən. Yəni ağzını yummaq istəmirsən. Keçmək istəmirsən. İstəyirsən ki, elə bunu tez verəsən. Üzüstən bir sözlər. Zəhrimarı tez tökəsən, qarşındakını əsəbləşdirsən və sən ondan sonra sakit otursan sanki heç nə olmamış kimi. Bunu mən necə həll eləmişəm özüm haqqda deyim, öz üzərimdə. Ancaq insanları analiz edirəm özüm qaramda. Özümüzdə varıq axı. Bunu mən çox məntiqli mən bilirsiniz də hər şeyə fizika ilə yanaşıram. Elm adamıyam da, yəni hər şey elm olmalıdır. Oturdum fikirləşdim ki, insanlarla belə çox dəyər verəndə, çünki bunu iş yerlərində görmüşəm. Bir çox rəhbər vəzifədə olmuşam deyə. Orada məsəl adi bir işçilər olsun və insanlar olsun, onlarla davamlı yaxınlıq eləyəndə bir müddət sonra otururlar təpəmdən. Gəlib oturur təpəmdə. Uzaqda olanda bu səfər də saymamaz kimi görünürsən. Saymamaz kimi görünür. Burada nə etdim? Özüm üçün bir cədvəl yaratdım. Mənim insanlarla münasibətim bilsə necədir? Mənim insanları hər zaman sıfırda saxlayıram. Sıfır. Bu necə olur? İnsanlar, bax misal, tutalım ki, mənim deyək Fuad bəylə bir münasibətim var. Aha. Fuad bəy ilk başda sıfır şkaladadır. Təzə tanış olmuşam. Sıfırdadır. İnsan var ilk başda, misal, adam var. Cədvəl tam deyəcəksiniz. Bəli, bəli. Tam yəni gizlətmədən. Gizlətmədən deyirəm, hə. Yəni tam deyim, baxın, insan var, indi Fuad sıfırda deyil. Yox, ümumiyyətlə misal olaraq. Çəkirəm, hə. Bəli, bəli. Yəni burada nə tərtib? İnsan var başlayan kimi bir adama 10 bal verir də şkalada. Hə. Birdən hər şey eləmək baxır ki, Fuad ona kofe ısmarladı, dedi ki, sən yaxşı oğlansan Murad. Nə gözəl kitabın var, Murad tak 10 bal. Dəyəri artdı axı Fuadın. Dəyəri artdı. Sonra nə olur? Səhəri gün Fuad gəlir, fikirli olur, ya nə olur, heç Murada salam vermir. Salam vermədiyi anda Murad 10 ballıq bir zəlzələ yaşayır orada. Çünki o 1 bal itirmədi ki, 10 balı birdən itirdi. İnsanlarla münasibət bir yatırımdır, investisiyadır. Yəni orada da biz mənəvi, fiziki, emosional, sevgi olaraq yatırım eləyirsən və bu adamın sənə bir pis davranışında şak deyə düşəsən yerə. Aydındır? İndi nə olur? Murad sıfırdadır axı Fuadla münasibətdə. Fuad deyək Muradın kitabını oxudu və bəyəndi. Murad ona verir 1 bal. Plus 1. Sonra növbəti dəfə yaxşı bir addım atdı, olur plus 2. Növbəti dəfə yaxşı atdı 3, 4, 5, 10 dənə yaxşılıq eləsə mənə olur 10 bal. Və növbəti dəfə mənə salam verməsə görsə belə, Murad da 10 bal itirmir birbaşa. 1 bal düşür. Çünki deyir 100 acını yeyərəm, bir şirinin xətrinə. 9 dənə yaxşılıq var axı. Məncə bu ədalətlidir. Mən Aytənin bir yanlışına görə mən niyə Aytəni dəyərsiz eləyim ki? İnsanlar var elə də. Yəni 100 gün, 99 gün çiynində daşı, bir gün yerə qoy, deyəcək bir gün mənə yerə qoydu o. Amma ədalətli olsun deyə mən nə etmişəm? Bu bir gün mənə xəta belə eləsə, o 9 dənəsi qalırdı. Hələ bunun orada şeyi var, joker haqqı var.
9 dənə də pislik eləyə bilər mənə. İzni var. Elə ki o 9-u da yendi 0-a düşdüsə təzədən və bir insan və -1-ə, minusa keçdiyəm çıxır həyatımdan. Özü çıxarırsın. Özümü çıxarım çünki niyə? Bu özü qalxdı da düşdü də. Elə adam var qalxıb hələ də düşmüyor. Görək Allah axırda xeyir eləsin. Elə adam var başlayan kimi düşüb minusa. Elə adam var hələ də sıfırdadır, neytraldadır. Məncə bu insanlar da bu cədvəl kimi istifadə eləyə bilər. İnsanlarla tanış olan kimi onlara elə birbaşa 10 bal verməyin. Bu yaxşı oğlandı, yaxşı qızdı, mehribandı, səmimidir. Çünki o vaxt real baxa bilmirlər hadisələrə. Sonra deyir ki, mən safam, üzr istəyirəm ifadəmə, mən malam, məni alladırlar, neyirlər. Elə bir şey yoxdur. İnsanlarla münasibət bir çizgidir. Bu sıfırdır. Bax, misal Aytən xanım, biz deyib bir neçə dəfə görüşmüşük də belə proqramlarda və s. Misal, sıfırdan saysan, neçə bal verərsən mənə? 5. 5. Çünki 5 dəfə yaxşı. Fərz elə ki, misal qoy hər şeyi bir qırağa. Fərz elə ki, bu gün görmüsən və bu kitabı sənə oxuyuram, durub birbaşa Murada 10 bal versən. Çox savadlı adamdır da o. Tutdun, yox. Muradın savadlı olması bu o demək deyil ki, bütün parametrlər onda var. Əslində elə düşünən insanlar mən fikirləşirəm ki, özlərini bəyənməyən, özlərinə dəyər verməyən, kənardakını daha dəyərli görən insanlardır. Yəni bunu o da ola bilər və ya ki bu şey adam da ola bilər də, saf, xoşniyyətli adam, elə bir yaxşılığa və ya bir pis, amma belə bir şey var. Biri mənə bir pislik eləyəndə də mən onu elə demirəm ki, pis adamdır. O mənfi birdə durur. Mənfi birdən sonra çıxarıram. Bir də eləsə çıxarıram. Bəlkə ola bilər ki, o an bu stresli idi, mən elə davrandı. Yenə də vəziyyətə baxır. Bəli, yenə vəziyyətə baxın. Yəni hər iki cəhətdən şkala qalxırmı, yenirmi ölçürəm. Əgər çox yendisə çıxarıram, əgər qalxmağa davam edirsə lap gözəl. Mən də ona başlayıram yatırımlar eləməyə. Daha çox dəyər. Bunu həyatınızda istifadə edə bilərsiniz. Çox maraqlıdır. Əslində biz işdə daha çox vaxt keçirdik. Necə ki evdə. Mən düşünürəm ki, bizim gələn dəfəki mövzumuz bu olsun. İş yoldaşlarında münasibətləri balanslı saxlamaq. Çünki səndən aşağı pozisiyada belə deyim, şəxslər də var və səndən yuxarı pozisiyada da şəxslər var. Zaten sənin ağrın, səs tonun hər ikisindən danışanda ayrı-ayrı olur. 100%. Yəni bu sən burada ötürürsən, həm aşağı ötürürsən mesaj, həm yuxarı ötürürsən mesaj. Amma sən ortadasansa və sən hər ikisini belə deyim də idarə etmək deməyim də, yəni balanslı qoruyub saxlamaqsın və sən özündəki dəyərləri dəyərsizləşdirmək istəmirsən, sən də özünə balans. Bu əslində bir ağıl tələb edir. Bu necə olub? Buna aid biz sizə lətifə də danışım. Demək mən buradan əlavə İstanbulda doğuram da, biz orada da seanslar edirəm. Orada bir çox böyük şirkətlər var. 16 şirkət var. Nəysə onlar çağırır hərdən məni ki, gəl danış, belə elə. O da necə oldu? O müdir mənə deyir ki, mən neçə illik bu kooperasiya sahəsindəyəm, belə adam idarə edən 1000 işçim var. Necə ola bilər ki, sən məndən qəşəng idarə eləyəsən? Bunu deyirəm ki, sən gedirsən və o anda özünü orada müdir kimi görürsən. Aydındır və beynində var ki, mən bunları idarə eləməliyəm. Mən həm müdirlə danışan adamam, həm də o işçi ilə danışan adamam. Mən yəni həm fəhlə ilə kontaktdayam, həm mühəndislə kontaktdayam, həm də o şirkətin sahibi ilə kontaktdayam. Üçünün də psixologiyasını bilirəm və üçü üçün də ortaq bir meyar təyin eləyə bilirəm. Bunlar nə cür olsa bu olur. Ondan sonra başladım o şirkətdəki işçilərlə danışmağa falan, tam düzəldilər. Elə bir distansiya yarandı o yerdə. Nə qorxu var, nə də çox sevgi var. Balans. Yəni artıq nə olur? Bu şirkətdəki bir işçi, hər bir işçiyə dedim öz yazılı halda da 4-də bir şkala verdim. Deyək Murad Aytənlə eyni ofisdə işləyir. Aytən Muradın hər gözəl hərəkətinə 1 puan verir. O şkalada Murad qalxır. Və ya mənfi hərəkətinə də puan verir. Aydındır? Əgər puanlamada Aytən Muradla tam belə konfliktdədirsə, -5-dədirsə, bunlar ayrı departamentə və bölümə keçməlidir. Bunları ay çağırın müdir otağına, bu yanlışdır, düzəlməyəcək. Doğru. O şkala ilə bütün sistemi elə bir Excel halına saldıq da. Bəli. Hüseyn oradan bizə deyir, vaxtımız azalıbdı. Çox təəssüf edirəm burada. Amma indi gəlir. Amma bir yaxşı bir məsələ var. Bilirsiniz nədədir? Yaxşı bir məsələ ondadır ki, biz burada nə qədər danışsaq yenə azdır. Azdır təbii ki. Amma bu kitabı alıb oxusalar, bir kitabdır da hələ ki, amma düşünürəm ki, bu onların daha çox vaxtlarını aparacaq və doya-doya. Bəli, bu əlifbadır. İnşallah bundan sonrakılar da olacaq. Amma bu kitabı oxusalar, Allahın izindən
biraz sizin söhbətlərinizə doyum olar bəlkə. Bəli, bəli, inşallah. Yəni inşallah bunu da almaq üçün elə yazarlar WhatsApp-a və ya nəyəsə vasitəyə. Aşağıda Orada nömrələr də qeyd nömrələrə olunacaq. yazarlar, Nömrələr məlumat də qeyd verirlər. olunacaq. Hə, bizlə də əlaqə saxlaya bilərlər. Murad bəylə də əlaqə saxlaya bilərlər. Sıxıntı yoxdur. Çox sağ olun. Siz sağ olun, hər şey üçün minnətdaram. Hər kəsə çoxlu sevgi və anlayış arzu edirəm. Hə, bayramlarını da təbrik Bəli, edirik. hər kəsin bayramını təbrik edirəm və 2026 ümumiyyətlə gözəl bir il olacaq. Həqiqətən. Finansal, fiziksel, ruhsal, bədən olaraq hamıya xoş gün, xoşbəxtlik arzu edirəm və sevgi arzu edirəm. Bol sevgi Amin. diləyirik hər kəsə. Amin. Sağ olun. Sağ olun.